Deməli, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yoxlamalar həyata keçirdib. Nəticədə bəzi nöqsanlar aşkarlanıb. Söhbət hansı restoranlardan və hansı nöqsanlardan gedir? Həmkarım Fidan Mədətova bu barədə daha ətraflı danışacaq. Fidan, hər vaxtın xeyir olsun. Qida təhlükəsizliyi ilə bağlı növbəti yoxlamalar keçirilib və güman ki, yenə də qayda pozuntuları var. Əsasən hansı qaydalar pozulub, hansı ərazilərdə və s. və ilaxır. Buyur, söz səndədir. Salam Rəhman. Bəli, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq yoxlamalar həyata keçirirdi və bu dəfə də məhz yoxlamalar nəticəsində bəzi ictimai yaşayış obyektlərində nöqsanların olduğu ilə bağlı informasiyalar var və söhbət hansı nöqsanlardan gedir, onlara qarşı hansı tədbirlər görülür. Bununla bağlı detalları öyrənmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə yollandıq və Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi Elşad Cəbrayılov bizə bu barədə detallı məlumatları çatdıracaq. Salam Elşad bəy, sözü gedən məsələ ilə bağlı detallara toxunaq. Qeyd etdiyiniz kimi agentlik tərəfindən artıq keçən ildə olduğu kimi bu ildə yaşayış obyektlərində yoxlama nəzarət tədbirlərini aparmaqdadır. Cari ilin 2 ay ərzində agentlik tərəfindən 300 yaşayış obyektində yoxlamalar həyata keçirilmişdir ki, bunlardan da 283-də nöqsanlar aşkar edilmişdir. Mart ayında da bu nöqsanlar yoxlamalarımız davam etməkdədir. Təəssüflə bildirmək istəyirik ki, daha çox insanlar arasında populyar olan, rəğbət qazanmış bir sıra yaşayış obyektlərində, restoranlarda, şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinin ciddi şəkildə pozulduğu hallar aşkar olunmuşdur. Həmin obyektlərdə bildiyiniz kimi insanların toplaşdığı və daha çox mərasimlərin təşkil edildiyi yerlər daha göz oxşayan olduğu halda qidalanmanın həyata keçirildiyi obyektlərdə isə bu tələblərin gözlənilmədiyi, qidalanmanın qida təhlükəsizliyi sahəsində texniki normativ aktın tələblərinə uyğun olmadığı müəyyənləşdirilmişdir. Belə ki, aşkar olunan nöqsanlar xüsusən qida obyektinin sanitar texniki, sanitar gigiyen tələblərinin pozulması ilə bağlı, qida məhsullarının müvafiq müşahidə edici sənədlərinin olmaması, saxlanma temperaturunun, tibbi müayinə kartlarının və bu və digər qida təhlükəsizliyi haqqında qanun tələbinin pozulması kimi qeyd etmək olardı. Aşkar olunan hər bir nöqsanla bağlı agentlik tərəfindən sahibkar subyektləri barəsində İnzibati Xətalar Məcəlləsinin uyğun olaraq protokol tərtib edilir. Ciddi nöqsanlar aşkar olunan qida obyektlərinin fəaliyyəti dayandırılır. O cümlədən də məhsullardan risk əsaslı yanaşma tətbiq edilməklə nümunələr götürülərək laboratoriya təqdim olunur. İstehlakçılar bu vəziyyətdə nə etməlidirlər? İstehlakçılarımız bu vəziyyətdə ilkin olaraq qida obyektinin təhlükəsizlik reyestrinin çıxarışını tələb etməlidirlər. Qida təhlükəsizlik reyestrindən. O cümlədən istehlakçı həyata keçirdiyi obyektlərdə təqdim olunan qida məhsullarının müşahidə edici sənədlərini tələb etməlidirlər. Hər hansısa bir uyğunsuzluq halı aşkar etdiyi halda dərhal agentliyin müvafiq ümumi çağrı mərkəzi olsun, qida mobil tətbiq vasitəsilə də agentliyə müraciət edə bilərlər. Təşəkkür edirik Elşad bəy çatdırdığınız detallı məlumatlara görə və bəli, bir daha qeyd edilmək istəyir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq ictimai yaşayış obyektlərində və digər müəssisələrdə yoxlamalar həyata keçirirdi və məhz biz bu dəfə sizlə ictimai yaşayış obyektlərində aşkarlanan nöqsanlarla bağlı olan detalları bölüşməyə çalışdıq. Hələ ki, bizim çatdıracaqlarımız bu qədər idi. Söz yenidən xəbər mərkəzindədir. Rəhman, buyurun. Təşəkkürlər, minnətdaram. Fidan Mədətova birbaşa bağlantıdaydı. Nöqsanlar digər istiqamətlərdə də var.